Səhər saat 5-də ailəmlə birlikdə dənizə gedirik. Gəlin baxaq görək səhər dəniz necə olur. Kadrların altından saatını qeyd eləyəcəm ki, görəsiz hansı saatda dəniz necə görsənir. Bir gün öncədən heç bir külək olmadığı üçün dəniz hava ilə fərqlənmirdi. Düppədüz və gömgöy idi. Çox gözəl idi. Hələ dənizi belə sakit görməmişdim və gedən kimi neynirik? Biz başlayırıq smavarımızı qaynatmağa, ocağı yandırıb, yemək bişirməyə. Qeyd edeyim ki, başqa da dənizə gələnlər var idi. Səhərlər bir çoxu yürüşə çıxır. Bizim kimi belə istirahət üçün gələnlər də var idi. Qəşəng stol falan da aparmışdı ki, rahat-rahat oturaq, yeyək. Mama saat 9-da gəlib işə çatmalıdır. Ona görə tez gəldi. Yoxsa belə normalda tez gəlməzdik. Saat 10-a kimi, 11-ə kimi oturardıq. Saat 05:12-də çıxdıq. Artıq 8-in yarısı, 8-ə qalmış biz evdəydik. Pomidor yumurtanı mamanla mən hazırlayıram. Samavar çayı papalıq olur. Artıq bu da gündə çıxır. Dənizdən günəşin çıxmasını izləmək adama ayrı bir zövq verir. Mənə ilə papam da yürüyüşə çıxmışdılar. Qayıdıb gəlirlər və bişirdiyimiz pomidor yumurtanı yeyirik. Yemək yeyəndə elə oturub iştahla, elə bil ki, yəni bunu bir borcdur, bunu eləməliyəmmiş kimi oturub yemək yeyirəm. Papanla mənə suda çimir, biz çimirik mama ilə. Mən dəniz çimməyi çox sevmirəm. Qaydanda yolda dolaşan yeri yanında çəkmişik.